Həzrət Əli əleyhissalamın bir yaxın səhabəsi vardı. Bəli. Onu Mali Kəşlər adında. Onu bir yerə vali təyin edir, Misrə vali təyin edir və bu Həzrət Əli əleyhissalamın hədisləri, xütbələri və məktublarının toplandığı Nəhcül Bəlağədə də qeyd olunur. Elədir. Onu ora vali təyin etdiyi zaman ona bir kəlam buyurur. Bir neçə tövsiyələr var. Onlardan biri də budur ki, insanlarla yaxşı davran. İnsanlarla yaxşı davran ki, ya həmin qarşındakı insan ya sənlə dində qardaşdır, ya da ki, insanlıqda qardaşdır. Yəni, dində qardaş olmasa da, bioloji cəhətdən, yəni insanlıq cəhətdən bütün insanlar zaten bir-birinə Həzrət Adəm əleyhissalamdan qohumdur. Zaten bir-birinə qardaşdır. Onu o cəhətdən insanlıqda qardaş olduğuna görə sənin dinində olmasa belə ona hörmət göstər. Zaten bu hörmətin axırı bu nümunəvi olaraq bir müsəlman nümunə olarsa, o bu nümunə olmağın özü də öz dininin təbliğidir zaten. Nümunəvi davranış, nümunəvi əxlaq, ədalətə riayət eləməsi, insanlara qarşı hörmətlə yanaşması insanın öz dininin təbliğidir.